Bugün Ana Vətən Partiyasının qurultayı keçirilib. Əvvəlcə partiyanın sədri Fəzail Ağmalının istefası qəbul edilib. Sonra yeni sədrin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Partiyanın təşkilatı işlər üzrə müavini Elçin Ağmalının namizədliyi irəli sürülüb. Qurultayda qalmaqal olub, belə ki, partiyanın qurucusu və sabiq sədri Fəzail Ağmalı deputat qızı Günay Ağmalının sədr seçilməsini təklif edib. O, Elçin Ağmalının sədr seçilməməsi üçün qurultayın gedişatını pozmağa cəhd edib, ancaq qurultay iştirakçıları Fəzail Ağmalının təklifini qəbul etməyiblər. Onlar Elçin Ağmalıya səs verərək onu dəstəkləyiblər. Beləliklə, Fəzail Ağmalının oğlu Elçin Ağmalı Ana Vətən Partiyasının yeni sədri seçilib. Elçin Ağmalı sədr seçilməsi ilə bağlı məlumatı TNT televiziyasına təsdiqləyib.